Selamünaleyküm değerli dostlar. Bak o gördüğünüz insanlar ki maşına minir bak. Onlar bir grup. Səhərdən burada müşahidə edirəm. Dövlət adamlardır, yəni hökumət adamlardır. Kabinetdə oturup katibiyə çay gətir demirib. Burada neçə gündür buradayıq. Bütün obyektlərin ətrafında cəmaatın arasında işləyirlər, gəzirlər. İdarələrlə beraber yollara baxırlar, təmizliyə baxırlar. Cəmaatın arasındadırlar da bax belə. Həqiqətən ne diyeyim, Naxçıvandakı qoyulmuş qayda qanuna heyran olmuşam. Asfaltdır, Bakıdan da gözəldir. Bütün səkilərdə bax belə kərpişlərləndir, bəzəklidir, enlidir. Bizim səkilərdəki kimi deyil ki, iki adam gələndə böğründən biri yanakı durur ki, keçsinlər. Bax belə gözəl. Bax bu da nəsə bina da ön tərəfindən baxmaq olar, amma yəni binaların ətrafı da hər bir şey də o gördüklərinizdə Nolot işdən olan hərbi yoldaşlarımdır. Bir yerdə xidmət eləmişik. İndi taksi zakaz vermişik, onu gözləyirik ki gəzintimizi davam etdirək. Burada yaxşı bir saat meydanı deyilən yerdir. Saat meydanı. Orada tədbirlər zaten içəri tərəfdə paylaşım eləmişəm yəqin ki. Kitab sərgisi, görüşlər, nə bilim ustadlar gəlir, gənclərlə söhbət eləyir. Hər sahədən olan o tədbirlərin təşkilatçıları var ki, gətirib cəmaatla belə görüşdürür. Bu arada gördüğümüzde Maliye Nazırlığı'ydı. Bunların Maliye Nazırlığı.